Salam, hər vaxtınız xeyir olsun. Mən Rəvani Asiman. Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilini daha yaxşı öyrənmək istəyən şəxslər üçün video dərslər hazırlayıram. Yəni YouTube sinifimə xoş gəlmisiniz. Bu dərsimizdə söz yaradıcılığı bölməsinin ən çətin hissəsi sayılan, əslində isə çox sadə qaydalardan ibarət olan eyni köklü sözlər haqqında danışacağıq. Əgər indiyə qədər bu mövzuda ilişib qalmısınızsa, həvəsiniz azalıbsa, sizə xoş bir xəbərim var. Bu dərsdən sonra eyni köklü sözlər sizin üçün ən sadə və ən sevimli mövzulardan birinə çevriləcək. Zehninizdə bu mövzu üçün bir yer açın, qeyd dəftərinizi və qələminizi götürün, başlayaq. Əvvəlki dərslərimizdə olduğu kimi suallarımızı qeyd eləyək və hər bir sualı bir-bir izah eləyim. Deməli, birinci sualımız eyni köklü sözlər nədir? Eyni köklü sözlər nədir? Əvvəl nə olduğuna baxaq, daha sonra nümunələr, qaydalarını hər birini izah edeyim. Deməli, baxın adından da göründüyü kimi eyni kök, yəni eyni kökdən leksik, yəni söz düzəldici şəkilcilər vasitəsilə yaranan düzəltmə sözlər eyni köklü sözlər adlanır. Deməli, tərifimizdə bir neçə məqamı qeyd elədim. Deməli, eyni kökdən yaranan köklər eyni olmalıdır. Yəni, eyni məna olmalıdır. Amonimlikdən söhbət getmir. Tamamilə eyni məna. Və həmin kökə leksik şəkilçi artırılmalıdır. Yəni, sözlər düzəltmə olmalıdır. Deməli, eyni kök və düzəltmə. Qaydanı təkrarlayaq. Eyni kökdən leksik şəkilçilər vasitəsilə yaranan düzəltmə sözlər eyni köklü sözlər adlanır. Hələ ki, bu iki məsələni yadda saxlayın. Kökləri eyni məna olmalıdır və düzəltmə olmalıdır. Nədir sualının cavabını bu şəkildə yadda saxlayın. Bu sözləri, yəni eyni köklü sözləri mən söz ailəsinə bənzədirəm. Elə təsəvvür edin ki, sözlər müxtəlif ailələrə mənsubdur. Hər ailənin sözləri fərqlidir və hər söz ailəsi, eyni kökdən olan söz ailəsi, belə deyim, bir ailə sayılır. Elə yadda saxlayın. Eyni məna ilə birləşən sözlər, eyni məna ilə düzələn sözlər, düzəltmə sözlər eyni söz ailəsinə mənsubdur. Belə, bu metaforla yadınızda saxlaya bilərsiniz. Nümunə üçün yazaq. Məsələn, yazmaq feilinin kökünə, yəni feil kökünə şəkilçi artıraq, leksik şəkilçi artıraq. Məsələn, yazı. Yazmaqdan yaranıb. Yazmaq sözün köküdür, leksik şəkilçidir. Yaxud yazıcı. Yazmaq sözün köküdür, leksik şəkilçidir, leksik şəkilçidir. Yazıçılıq. Yenə də yaz feilin köküdür, leksik şəkilçidir, leksikdir, leksikdir. Yaxud yazdırmaq. Feilin kökü yaz, leksik, maq isə qrammatik şəkilçidir. Biz bura yazlıq yazsaq, bax, yazlıq baxırıq ki, kökü nədir? Yazdı, da şəkilçidir. Amma, bax, bu 4 dənə söz eyni köklü sayılır. Bu isə eyni köklü sayılmır. Çünki bu yazdıq sözünün kökü yazmaq feili deyil. Yaz ismidir. Yəni, bahar fəsli. Köklərin mənası fərqli oldu. Bayaq nə demişdik? Sözün eyni köklü olması üçün köklərin mənası eyni olmalıdır və söz düzəltmə olmalıdır. Söz düzəltmədir, lakin köklərin mənası eyni deyil. Köklərin mənası eyni deyilsə, deməli, eyni köklü söz sayılmayacaq. Belə. Düşünürəm ki, bu nədir sualının cavabı bu qədər kifayətdir. İkinci sualımızı qeyd edə bilərəm. İkinci sualımız nə üçün sualıdır? Nə üçün? Nə üçün eyni köklü sözləri bilmək lazımdır? Eyni köklü sözləri bilmək, sözlər arasında əlaqəni görməyə kömək eləyir.
biz sözə tək halda deyil, söz ailəsinin bir üzvü kimi baxırıq. Məsələn, bayaq dedik ki, bu 4 dənə söz yaz kökündən yaranmış sözlər qrupudur. Yəni elə bil ki, bir dənə ailə kimi düşünə bilərsiniz ki, həmin ailədə olan sözlərin hər biri yaz feilindən yaranıb. Və yaxud da yaz ismindən yaranan sözləri də bir ailə kimi təsəvvür eləyə bilərsiniz. Yəni sözlər tək halda deyil, söz ailəsi kimi baxa bilərsiniz. Yəni sözlər arasında əlaqəni görməyə kömək eləyir. Daha sonra bu mövzunu bildikdə sözün kökünü daha asan tapırsınız. Düzəltmə sözləri qarışdırmırsınız. Eyni kökdən yaranan sözlər asanlıqla müəyyən eləyirsiniz. Bir müddət vərdiş alandan sonra, vərdiş qazanandan sonra bu sizin üçün daha rahat olacaq. Əvvəl biraz çətinlik çəkə bilərsiniz, lakin çoxlu test işləyəndən sonra, çoxlu məşqlər eləyəndən sonra artıq siz avtomatik biləcəksiniz ki, hansı sözlər eyni ailədəndir, hansı sözlər eyni ailədən deyil, hansı sözlər eyni köklüdür, hansı sözlər eyni köklü deyil. Bu biraz vərdiş məsələsi, çoxlu test işləməyiniz lazımdır. Belə. Və ən əsası da bu mövzu ilə bağlı test tapşırıqları sizə daha aydın və daha asan görünəcək. Yəni, nə üçün? Cavablarından biri də budur. Deməli, bir neçə məqamı qeyd elədim. Nə üçün də? Biri, sözlər arasında əlaqəni görməyə kömək eləyir. Daha sonra sözün kökünü daha asan tanıyırsınız. Düzəltmə sözləri qarışdırmırsınız. Eyni kökdən yaranan sözləri asanlıqla müəyyən eləyirsiniz və bu mövzudakı test tapşırıqları sizin üçün daha rahat olur. Nə üçün sualımız üçün də kifayət qədər cavabları qeyd elədim. Üçüncü sualımızı yaza bilərik. Üçüncü sualımız nələri mütləq bilmək lazımdır? Yəni bu mövzuda nələri mütləq bilmək lazımdır? Bir məqamları qeyd edək. Deməli, birinci məqam, baxın, ən önəmli məqam. Köklər eyni olmalıdır. Eyni olmalıdır. Amonim deyil. Amonim olmaz. Yəni, bir sözün başqa sözlə eyni köklü sayılmağı üçün köklərin mənası eyni olmalıdır. Amonim sözlər, yəni yazılışları eyni, mənaları fərqli, bu sözlər eyni köklü sözlər sayılmır. Bu bizim birinci qaydamız. Nümunə olaraq, məsələn, yaza bilərik. Sıxlaşmaq sözünü yazaq. Sıxlaşmaq. Bir də yazaq sıxılmaq. Hər birinin kökü sıxdır. Lakin, baxın, laş adlardan feil yaradan şəkilçidir. Deməli, buradakı sıx sifətdir. Sifət sıxdır. Burada leksik, 2 dənə laş yazmışım, sürlü sayın. Maqrammatik, ıl leksik, maqrammatik. Il feildən feil yaradan şəkilçidir. Laş isə adlardan feil yaradan şəkilçidir. Deməli, bu sıxlaşmaq feili nədən yaranıb? Sıx sifətindən yaranıb. Sıxılmaq feili isə sıxmaq feilindən yaranıb. Deməli, bu sözlər eyni köklü sözlər sayılmayacaq. Bunu sözlərin eyni köklü olub-olmadığını yəni düşünə bilərsiniz. Görəsən amonimdir, yoxsa eyni mənadır. Bunu həm məna olaraq düşünüb tapa bilərsiniz. Məsələn, sıxlaşmaq və sıxılmaq baxa bilərsiniz ki, sıxlaşmaq görəsən sıx sifətindən yaranıb, yoxsa sıxmaq feilindən yaranıb. Əslində düşünən tapmaq olur. Sıx, daha sıx oturursan, sıxlaşırsan. Deməli, sıx sifətindən yaranıb. Və yaxud bu sizə çətin görünürsə, şəkilçiləri əzbərləyə bilərsiniz. Hansı şəkilçilər adlardan feil yaradır, hansı şəkilçilər feildən feil yaradır. İki üsuldan biri ilə tapa bilərsiniz. Belə, birinci qaydanı bildik. Birinci qaydamız o oldu ki, eyni köklü sözlərin kökü mütləq eyni məna bildirməlidir. Eyni olmalıdır. Amonim ola bilməz. İndi keçək ikinci qaydamıza. Deməli, ikinci qaydamız yazıram. Eyni köklü sözlər mütləq düzəltmə olmalıdır. Baxın, testlərdə cərgə şəklində verilir. Eyni köklü sözlər yazır ki, məsələn, hansı bənd eyni köklü deyil. Siz baxacaqsınız. Ya orada
belə deyim, eyni kökdən deyil, amonim köklərdən yaranan sözlər olacaq. Yaxud orada məsələn hansısa bənddə bütün sözlər düzəltmə olmayacaq. Bəziləri sadə olacaq, bəziləri mürəkkəb olacaq. O variantları çıxa bilərsiniz. Eyni köklü sayılmaq üçün mütləq söz düzəltmə olmalıdır. Bunu qeyd eləyin. Əgər düzəltmə deyilsə, o söz eyni köklü ola bilməz. Lakin burada bir məqam var. Düzəltmə olandan sonra üzərinə qrammatik şəkilçi artırıla bilər. Bu, onun eyni köklü olmağını dəyişdirmir. Düzəltmə sözdür, sadəcə müxtəlif formalarda işlənibdir. Ona görə düzəltmə olandan sonra qrammatik şəkilçi qazanıbsa, bu yəni qaydanı pozmur. Burada heç bir problem yoxdur. Diqqət eləyərsiniz. Bir də bəzən testlərdə yazır ki, eyni sözün müxtəlif formaları. Eyni sözün müxtəlif formaları qrammatik şəkilçilər qazanması deməkdir. Eyni kökün müxtəlif formaları. Baxın, bu ifadəni gördünüzsə, siz bir dənə kökün müxtəlif qrammatik şəkilçi ilə işlənməyini axtarın. Məsələn, qapı, qapılar, qapılar, qapılarımız və yaxud da qapını, baxın, kök eynidir, sadəcə ona qrammatik şəkilçilər artırılıb. Bu, eyni kökün müxtəlif formalarıdır. Buraya yazsaq qapıcı, bu artıq olacaq düzəltmə söz. Bu artıq başqa bir anlayışdır. Düzəltmə söz başqadır, eyni sözün müxtəlif formaları isə tamamilə başqadır. Eyni sözün müxtəlif formaları, yəni həmin kökə müxtəlif qrammatik şəkilçilər artırılıb. Düzəltmə sözü isə orada leksik şəkilçi olmalıdır. Və eyni köklü sözlər mütləq düzəltmə olmalıdır. Daha sonra növbəti qaydamızı yazaq eyni köklü sözlər haqqında. Eyni köklü sözlərin kökü mütləq eyni nitq hissəsinə aid olmalıdır. Deməli, eyni köklü sözlərin kökü eyni nitq hissəsi olmalıdır. Baxın, burada eyni köklü sözlərin kökündən söhbət gedir. Yaranmış sözdən söhbət getmir. Bu fərqli anlayışdır. Köklər mütləq eyni nitq hissəsi olmalıdır. Lakin yaranmış sözlər müxtəlif nitq hissəsi ola bilər. Nümunə yazıram. Məsələn, ək feilin köküdür. Bu kökdür. Ək feilindən əkin ismi yaranıb, əkinçi ismi yaranıb, bir də yazıram əkilmək. Feil. Lakin bunların üçü də eyni köklü sayılır. Yəni, düşünməyin ki, bunlar isimdir, bu feildir, deməli eyni köklü olmaz. Yox. Kökləri eyni nitq hissəsidirsə, kökləri baxın, əkmək feilidir. Eyni nitq hissəsidirsə, deməli nədir? Eyni köklü söz sayılır. Bunu da yaddan çıxarmayın. Deməli, qaydamızı təkrar eləyək. Eyni köklü sözlərin kökləri eyni nitq hissəsinə aid olmalıdır. Lakin yaranan sözlər müxtəlif nitq hissələrinə də aid ola bilər. Belə, bayaq dediyim kimi bunu da təkrarlayım. Eyni köklü sözlər qrammatik şəkilçi qəbul eləyə bilər. Heç bir problem yoxdur. Lakin eyni köklü olması üçün sözlər necə olmalıdır? Düzəltmə olmalıdır. Qrammatik şəkilçi qəbul etməsi, yəni müxtəlif formada işlənməsi sözün eyni köklü olmasına mane olmur. Qaydaları təkrarlayıram ki, qarışdırdığınız məqamlar olmasın. Son dediyim məsələyə də nümunələri yazaq. Məsələn, yazıram gül feilinin kökündən, daha doğrusu gül isminin kökünə artırırıq dan şəkilçisi, güldan. Məsələn, güldan sözünə güldanlar, güldandan, güldandan, yaxud güllük, güllükdən və yaxud da gülcü, gülcünün. Baxın, bu
sözlər güldan, güllük, gülçü bu sözlər eyni köklü sözlərdir. Bu sözlərə qrammatik şəkilçi artırmışıq. Yenə də dəyişən bir şey olmayıb. Yenə də eyni köklü söz sayılacaq. Belə, nümunələri də yazdım. Düşünürəm ki, bu sualın da, yəni sonuncu sualımızın da bütün cavablarını qeyd elədim. Yəni, eyni köklü sözlər haqqında nələri bilmək lazımdırsa, hər birini qeyd elədim. Hər qaydaya diqqətlə yanaşsaz və testləri tətbiq eləsəz, əminəm ki, mütləq artıq bu mövzu sizin üçün çox rahat olacaq. Belə, bu mövzu haqqında da bu qədər. Hər hansı sualınız olarsa, rəyiniz olarsa, mütləq rəylər hissəsində qeyd eləyin. Növbəti dərsimizdə sözləri tərkibinə görə təhlil eləyəcəyik. Mütləq o dərsimizə də baxın və beləliklə bu bölməni də yekunlaşdıraq. Hələlik bu qədər. Xudahafiz.